Salam, mən bugün sizlərə deməli WhatsApp proqramının içərisində gizli ChatGPT proqramını necə işə salmaq olar, onu öyrədəcəyəm, onu göstərəcəyəm. Demək, bunun üçün siz WhatsApp proqramını açırsınız mobil telefonunuzda. Oradan istəsəniz search yerinə, istəsəniz də fərq etmir, nömrə axtar yerinə daxil ola bilərsiniz və bura daxil olduqdan sonra üstəgələk 1800 deməli 242 84 78 yazırsınız. Bir də təkrar edirəm. Üstəgələk 1800 242 84 78. Gördüyünüz kimi ChatGPT proqramı WhatsApp-ın içərisində artıq görünür və siz ChatGPT-nin üzərinə vurduqdan sonra, daxil olduqdan sonra, məsələn ona yazırsınız ki, salam, mənimlə Azərbaycan dilində danış yazırsınız və normal insanlarla danışdığınız kimi yazını göndərirsiniz ona və bir qədər sonra artıq o sizə cavab yazır. Gördüyünüz kimi, salam, bəli, mən səninlə Azərbaycan dilində danışmağa hazıram. Buyur, sualın nədir? Demək, bundan sonra nə edə bilərsiniz? İstəsəniz, deməli, buna şəkil çəkdirə bilərsiniz. Bildiyiniz kimi, ChatGPT proqramının içində şəkili necə çəkirlər yazırsan ki, məsələn, mənə Mars planetində oğlanla qızın şahmat oynayarkən şəklini təsvir et. Bu formada komandanı verirsən və o şəkili çəkir. Düzdür, bir qədər yubana bilər müəyyən yazışmada və yaxud şəkil çəkmədə, amma əsas olan odur ki, sizin WhatsApp proqramının içərisində ChatGPT bir dost olaraq qalır və sizinlə istənilən vaxt əlaqə saxlaya bilir.